qazi qızı və general nəvəsi olduğum üçün və bu ölkənin vətəndaşı olduğum üçün də tarix sözsüz ki, mən tarixi unutturmaram. Mənim orada ona 12 xal verməyim sözsüz ki, hər kəsi təəccübləndirdi və mən orada Azərbaycan adından bir münsif heyəti kimi əyləşmişəmsə, mən Azərbaycandan sənə səs verirəm deməyim, məncə bu yanlış bir fikir deyil. Peşman deyiləm hərəkətimə görə. Çünki mən o insanın haqqına dəfələrlə girdim. Amma finalda mən onun layiq olduğu, həqiqətən də layiq idi. Çünki onun texnikası, mən musiqiçi kimi baxıram. Bu xalı mən özüm istəyərək, bilərək vermişəm. Atam mənə bir neçə gün zəng eləmirdi. Dünən danışdıq gecə. 2 gündür yatmıram bu söhbətlərə görə. Axırıncı kəlməsi oldu ki, qızım, sən səhv bilən heç nəyə eləmərsən. Sən mənim qızımsan, sən kişi qızısan. Ona görə rahat ol, ürəyi buz kimi tut, sən düz eləmirsən, sən cənabın yolu ilə gedirsən. Həssas nöqtəyə dəydi. Analarımıza sözsüz ki, mən bir qazi qızı kimi üzr də istəyə bilərəm buna görə onlardan. İstəyərəm ki, bunu bir kiçik sülhə addım kimi qarşılansın.